Molla Nəsrəddin evdə dincəlir. Birdən qapı döyülür. Molla açır, sağa sola baxır, heç kim yox. Aşağı baxır, yerdə bir ilbiz. Məhəllə uşaqları məzələnir. Molla ayağın qaldırıb ilbizə elə bir təpik vurur ki, vuş! İlbiz uçur 3 məhəllə o tərəfə. Qapını da çırpır. Aradan düz 3 il keçir. 3 il! Molla yaşlanır, eşşəyin dəyişir. Bir gün yenə qapı döyülür. Dık, dık, dık. Molla açır, aşağı baxır. O ilbizdir. Qan tər içində, əsəbdən titriyə-titriyə mollanın üzünə baxır və qışqırır. Ay molla, ala, bayaqki o hərəkət nə idi? İlbizin yaddaşına bax sən.